Yuxusuzluq problemi yaşayan insanlarda yaddaş zəifliyi ilə yanaşı beynin daha erkən yaşlanması da müşahidə edilir. Bu barədə nevrologiya üzrə önəmli bir dərgi olan EYN jurnalında sentyabr 2025-ci ildə dərc edilən bir tədqiqat bildirir. Bu nəticələrə əsasən yuxusuzluq xəstəliyindən əziyyət çəkənlərin, yəni ən az 3 ay müddətinə, həftənin ən az 3 gün müddətində yuxusuzluqdan əziyyət çəkənlərin içərisində təxminən 40% qədər artmış yaddaş xəstəliyi müşahidə olunur və bu isə bərabərdir 3.5 il beynin daha tez yaşlanması. Ona görə yuxusuzluq problemi yaşayırsınızsa, bilməyiniz lazımdır ki, bəzi degenerativ xəstəliklər, xüsusilə Alzheimer xəstəliyi üçün artıq qapı açılmış olur. Bu problemin həlli üçün aptekə gedib hər hansı bir yuxu dərmanı istəmək və yaxud başqasının istifadə etdiyi yuxu dərmanını qəbul etmək və yaxud hər hansı bir türkə çarədən istifadə etmək düzgün yanaşma deyil. Çünki yuxusuzluq xəstəliyi hər bir şəxsdə özünə məxsus müalicə edilməlidir və mütləq yuxu xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən edilməlidir.